Şəhriyar Tehranda tibb riştəsində təhsil edən vaxt kirayə etdici mənzildə yaşayırdı. Ev əsası subay məhəsilə məxsus olan yorğan döşək, qazan qablama, istəcan nəlbəki və kitabdan ibarət idi. Atası Hacı Mirağa Xoşcinabının Təbrizdə vəfat etməsi ilə maddi vəziyyəti ağırlaşır. Xərcini azaltmaq üçün mənzili dəyişib ucuzlu otaq tutmaq qərarına gəlir. Əsasını yığışdırıb bir təlizdə yerləşdirir. Hambar çağırmaq üçün evdən eşiyə çıxır. Qaydan baş əsasın oğurlandığını görür. Daha köçməyi olmur. Gecə lüt otaqda yata bilməyib bu tənz şeiri qələmə alır. Bu gecə mən ki yata bilməyirəm. Başı-başlara qata bilməyirəm. Yuxusuzluq məni qatılaşdırdı, mən bu namərdə bata bilməyirəm. Oğru qaldırdı qazan qaplamanı. Kim əl atsın hacata, bilməyirəm. Oğrunun kim yetirib bombasına, zıxlıya bir zopata, bilməyirəm. Aylıq aldı. Kira verdik getdi, nə yeyək, nə yeyəcək vayata, bilməyirəm. Dədəmiz yox, kimə çəkmək baratı, kimi salmaq barata, bilməyirəm. Cibdə qalmışsa da bir 5 manatım, nə alım 5 manata, bilməyirəm. Dəli şeytan deyir, yorğanı sat, qışdır, yorğandır, sata bilməyirəm. Qar deyir, gəl kişi sən pambıq ataq. Kişi, mən pambıq ata bilməyirəm. Hey gəlib məndən alırlar şətəli. Kim salıb mazımata, bilməyirəm. Zindəcanlıq qorata bir şey olub. Nəyə lazım qorata, bilməyirəm. Bir sümüşdür ki, boğazlarda qalıb. Kim ataya, kim uta, bilməyirəm. Qar yağışda bu nə qondum küşdüm? Niyə düşdü ki bu ota? Bilməyirəm. Bu kitablar özü bir at yüküdür. Bunu kim çatsın ata? Bilməyirəm. Çaysızam, tapmıram çay paçatın, nə gəlib bu paçata? Bilməyirəm. Soyuqdan qurulub bik dururam. Kimdir yencə, muşata, bilməyirəm. Əl ki tutmur yazan, əl tapaq da qələmə, ya davata, bilməyirəm. Gecəmiz sübh olacaq, ya hələ var, baxıram hey saata, bilməyirəm. Quş uçar, amma nə dərman eləmək, daş dəyən qol qanada, bilməyirəm. Ay qadaşlar, mənə bir əl yetirin. Yük ağırlaşdı, çata bilməyirəm. Təbli şehrim dayanıb soncuq atır, məndəki soncuq ata bilməyirəm.